Hörmətli izləyicilərimiz, hər birinizi salamlayan dəyərli dostlar, bir mövzuya toxunmaq istəyirəm dostlar. Yəni Ceka adlı bir şəxs var. Efirlərdə, canlı yayımlarda yemək bişirir. Yaşlı bir kişidir. Hörmətli bir insandır. Yəni həqiqətən biz ondan pislik görməmişik. Bir il bundan qabaq məni öz müsafirinə qoşurdu, danışırdı. Ali savadlı insandır. Yəni heç bir ondan mən şəxsən pislik görməmişəm. Kimsə mənim haqqımda ona nəsə çatdırdı, məni blokladı orada. O öz yerində. Bu o demək deyil, o pis insandır, məni budur. O zaman harada olursan olsun, yəni ümumiyyətlə düzgün danışmalıdır, haqqı danışmalıdır. Yəni biz ondan heç bir pislik görməmişik. Dünə görürəm Fidan adlı şəxs milləti burada təhqir eləyir. Mən öz dostumun ölüsünün birisini söyləyib. Məni şəxsən təhqir eləyib yayımlarda, gəlib mənim canlımdan, mən təhqir eləyib. Bu kimdir? Buna bir yer duran yoxdur, buna bir yer eləyən yoxdur. Görürəm o ağsaqqal kişinin ağzına gələn deyir, hansı ki atasının yaşında kişinin ağzına gələn deyib. Ona görə dostlar, bu məsələ bir son qoyun. Bu insan milləti söyür, təhqir eləyir, başqa profillərlə gedir, başqa insanların səhifəsinə, onları təhqir eləyib. Mənim şəxsən səhifəmə gəlib, Fidan, Jasmin adı ilə gəlib, müsafirimə qoşulub, başqa bir insanın adı ilə qoşulub. Bu nə hərəkət deyil, bunu heç bir xanıma mən yaraşdırmıram. İndi biz canlı açırıq, orada hədiyyə gözləmirik ki, nəsə hədiyyə atsın bizə. Sadəcə bir vaxtımızı, boş vaxtımız olanda girib orada nəsə. İndi hamı bu platformadan istifadə edir də. Xahiş edirəm buna bir tədbir görəsiz. Aidiyyəti qurumlarda xahiş edirəm. Bu insana bir tədbir görəsiz. Xahiş edirəm artıq dərəcəsində. Bizləri söyür, təhqir edir, mənim dostum var. Ölüsünə, dirisinə söyür. Bunun bir qarşılığı olmalıdır. Buna bir tədbir görün, xahiş edirəm.